Salam uşaqlar, bugünkü mövzumuz past simple, yəni keçmiş sadə zamandır. Keçmiş sadə zaman nəyə deyilir uşaqlar? Adından da göründüyü kimi keçmişdə baş vermiş hadisələri göstərərkən biz past simple-dan istifadə edirik. Past simple uşaqlar iki yolla düzəlir. Gəlin baxaq. Deməli, past simple oldu keçmiş sadə zaman və iki yolla düzəlir. Gəlin onun düzəlmə yollarına baxaq. Birinci hissəyə yazmışam ki, verb üstəgələk idi. İkinci hissəyə də yazmışam ki, kökündən dəyişməklə. Bu nə deməkdir? Gəlin ilk öncə ilk hissəyə baxaq. Yazmışam verb üstəgələk idi. Deməli uşaqlar, mən keçmiş sadə zamanı düzəltmək üçün feilin sonuna ed şəkildə əlavə edəcəm və mənim feilim olacaq keçmiş sadə zamanda. Məsələn uşaqlar, yazaq play feilini götürək. Play oynamaq deməkdir. Play'in sonuna ed əlavə edəcəm. Olacaq played. Yəni oynamaq feilindən oynadı yarandı. Yəni feilim oldu keçmiş sadə zamanda. Sonra məsələn baxaq. Deyirəm ki dance. Rəqs etmək. Sonuna əlavə edəcəm id. Nə olacaq? Rəqs etmək feilindən rəqs etdi yaranacaq. Yəni olacaq keçmiş sadə zamanda. Deməli, mən feilin sonuna ed əlavə etdikdə, ed şəkildə əlavə etdikdə feilim olacaq keçmiş sadə zamanda. Sonra uşaqlar, gəlin ikinci hissəyə baxaq. Yazmışam ki, deməli, past simple iki yolla düzəlir. Görək ikinci yolumuz nədir? Yazmışam ki, kökündən dəyişməklə. Biz dedik ki, uşaqlar, feilin sonuna ed əlavə etdikdə feil olur keçmiş sadə zamanda. Lakin uşaqlar, bizim bir qrup feillərimiz var ki, onların keçmiş zamanı ed şəkilçisi ilə deyil, kökündən dəyişmə yolu ilə düzəlir. Yəni, sözdə bir sıra hərf dəyişikliyi baş verir və söz olur keçmiş sadə zamanda. Məsələn, yazıram ki, məsələn, go. Go olur getmək. Go kökündən dəyişir, keçmiş olur went. Artıq mən burada feilimə ed şəkilçisi əlavə etmirəm. Çünki dedim ki, bir sıra feillərim var ki, onların keçmiş zamanı kökündən dəyişmə yolu ilə düzəlir. Go olur getmək, keçmiş zamanı oldu kökündən dəyişərək oldu went. Yəni getmək feilindən yarandı getdi. Sonra məsələn uşaqlar, götürə bilərik ki, say feilini. Say nə olur? Demək, söyləmək. Say, demək, söyləmək. Bu kökündən dəyişəcək olacaq say. Keçmiş zamanı olacaq said. Bu şəkildə yazılır. Yəni kökündən dəyişir. Demək feili oldu, keçmiş zamanda oldu, dedi. Sonra məsələn uşaqlar, see görmək, saw gördü. Məsələn yazıram. See olur görmək, saw olur gördü. Bu şəkildə davam edir. Bir də deyirəm uşaqlar, past simple iki yolla düzəlir. Birinci yol feilin sonuna ed şəkilçisi əlavə etməklə, yəni qaydalı yolla. İki isə kökündən dəyişməklə. Buna isə qaydasız deyirlər. Qaydasız yolu. Deməli, birinci qaydalı feilim olur. Sonuna ed əlavə edirəm. Edlə düzələnlər olur qaydalı feillərim. Qaydasız feillərim isə kökündən dəyişməklə yaranır. Yəni go olur went, say olur said, see olur saw. Yəni bunlar kökündən dəyişir və mən bu kökündən dəyişən feillərimə qaydasız feillər deyirəm. Lakin edlə düzələn feillərimə isə qaydalı feillər deyirəm. Sonra past simple-ın sualını mən didlə düzəldəcəm, inkarını isə didn't-la düzəldəcəm. Deməli, sualını mən düzəldəcəm didlə, sualda did keçir əvvələ, inkarını isə didn't-la, yəni did not-la düzəldəcəm. Gəlin uşaqlar zaman zərflərinə baxaq. Zaman zərflər bizim üçün çox vacibdir. Nəyə görə vacibdir? Mən testi işləyəndə mən orada hansı zamanı verməliyəm? Bunu bilmək üçün mən zaman zərflərini öyrənməliyəm. Əgər mən zaman zərflərindən hər hansısa birini testdə görsəm, biləcəm ki, orada hansı zaman olmalıdır. Məsələn, baxıram zaman zərflərinə yesterday, sonra məsələn inlə verilən illər, in one's childhood, uşaqlığımda, in one's youth, gəncliyimdə,
Daha sonra last'dan olanlar last week, last year, last month vesaire. Məsələn, deyək ki, mən tez yazıram, orada yesterday gördüm. Neynəməliyəm? Biləcəm ki, burada hansı zaman qoymalıyam? Past simple qoymalıyam, yəni keçmiş sadə zaman. Yaxud lastla olan nəsə gördüm. Deyək ki, gördüm məsələn last month. Neynəyəcəm? O dəqiqə ora past simple qoyacağım, yəni keçmiş sadə zaman qoyacağım. Deməli uşaqlar, zaman zərfləri bizim üçün çox vacibdir. Zaman zərflərini mütləq çox yaxşı öyrənin. Deməli, dərsimiz bu qədər. Bir daha təkrar gedib, bir daha qayıdıram uşaqlar, əvvələ təkrar izah verim. Deməli, past simple oldu, keçmiş sadə zaman. 2 yolla düzəldi. 1 qaydalı yol, 2 qaydasız yol. Bu nə deməkdir? Feilin sonuna ed əlavə edəcəm, feilim olacaq keçmiş zamanda, keçmiş sadə zamanda. Bir də mənim feillərim kökünü dəyişmə yolu ilə düzəlir. Yəni, hərf dəyişikliyi baş verir, olur keçmiş sadə zamanda. Daha sonra mən ed əlavə eləmirəm. Sonra dedim ki, sualını did-lə düzəldirəm. Sualda did əvvələ keçir. İnkarını isə didn't-la düzəldirəm. Yəni, did not. Zaman zərfləri dedim ki, var uşaqlar. Mən məsələn testdə yazanda hardan biləcəm ki, hansı zaman olmalıdır? Ona görə zaman zərflərini bilməliyəm. Zaman zərflərinə uyğun deməli cavaba həmin zamanı qoyuram. Məsələn, zaman zərfləri dedik hansılardır? Yesterday, in-lə olan illər, in one's childhood, in one's youth, uşaqlığımda, gəncliyimdə. Sonra last-la olanlar last week, last year, last month və s. Belə uşaqlar, bu qədər dərsimiz. Sağ olun.